Gəlin xırda bir səhvin sizin altdan zərbələrinizin gücünə necə təsir elədiyinə baxaq. Birinci variant səhv variant. Əksər adamlar təzə başlayanda bu səhv eləyir və bəzilərində çətinliklə düzəldirik. Vur, altdan zərbələr vururuq və çanağı içəriyə doğru əyilər. Bu da təbii ki, zərbənin gücünə, bədənin ağırlığının yumruğa düzgün ötürülməyinə mane olur. Ona görə içəriyə doğru əymək yox, düz saxlayıb döndərmək lazımdır. Vur. Birinci variant var, vur, əyil. Bu variant səhvdir. Düz saxlayırıq yerində, döndəririk. Düz döndər, qabağa doğru əymə. Düz saxla, yerində elə bil öz ox ətrafında fırladırsan. Biraz da tizvi də içəriyə doğru əymə və hop qalxırıq. Hop qalxırıq. Hə, ay sol. Arxa əldə həmçinin, arxa əldə vuranda sağ əli vur. Sağ əli vuranda da həmçinin içəriyə doğru əymirik. Düz saxlayırıq. Bədəni bu şəkildə düz saxlayıb döndəririk. Belə yox, belə. Hə. Zərbənin gücü buradan gəlir. Düzgün, güclü aprikot vurmaq istəyirsinizsə, bədəninizi düz saxlayıb, çanağı düz saxlayıb döndərin. Sizin aprikotunuz dəmiri də deşəcək.